İmişli rayonunda yeni Dost filialı fəaliyyətə başlayıb. Açılışda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev və İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıblar. Burada İmişli rayonu və İmişli rayonu ətrafında yaşayan vətəndaşlar sosial müdafiə, sosial təminat, əmək, məşğulluq, əlillik və digər pensiya və digər istiqamətlər üzrə xidmətləri vahid məkandan rahat formada, əlçatan formada ala bilərlər. Dost Agentliyi keçmiş dövr ərzində 4 milyon 700 minə yaxın vətəndaşa xidmət göstərmişdi və ancaq bu il 800 mindən çox vətəndaşa xidmət göstərilib. Çağrı mərkəzində xüsusilə qeyd eləmək istəyirəm və burada çağrı mərkəzi 9 milyon 200 mindən çox vətəndaşa xidmət göstərmişdi ümumi dövr üzrə. Yalnız bu il ərzində 9 minə yaxın zəng qəbul eləmişdi. Vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirilir və xidmətlərimizdən məmnunluq səviyyəsi 98,9% təşkil edir. 700 kvadrata yaxın bir məkana malikdir bizim filialın məkanı, binası. Bina müasir konstruktivlik formasında və yanaşmasında layihələndirilmişdi və kifayət qədər müasir texnologiyalar və müasir yanaşmalar binada tətbiq olunur. Bildiyiniz kimi Dost Agentliyi, Dost modeli üzrə 164 xidmət, 15 istiqamət üzrə göstərir bugünə və filialımız 136 xidmət vətəndaşlara göstərəcək.